Sırası karbohidrogenlərimizə, yəni arenlərimizə, benzol sırası karbohidrogenlərimizə biz arenlər də deyirik, yəni aromatik karbohidrogenlər də deyirik. Aromatik karbohidrogenlərin ümumi formulunu biz işarə edirik CnH2n-2 ilə. CnH2n-2-də n böyük bərabərdir 6-dır. Yəni karbonun sayı 6-dan başlayır. İlk nümayəndəsi benzoldur ki, ümumi formulu C6H6-dır. Qrafik formulunu göstərdikdə elə bilin ki, diskol alkanı çəkirik, sadəcə uc nöqtələrində CH-lər olur. Çünki bunlarda pi rabitədə var və yaxud da yenə CH-lar var. Biz bu formasından istifadə edirik. Niyə? Burada indi əslində bunun haqqında o qədər uzun danışmaq olar ki, niyə belə idi, niyə elə idi, sizə lazımdırmı? Yox, lazım deyil. Heç düşmür də, ona görə ehtiyac da yoxdur. Mən heç o sıraya girib onları uşağı izah etməyi mənalı bilmirəm. Ona görə də lazım deyil. CnH2n-6-dır da, indi -6 deyib 2 yazmışam səhvən. Sadəcə siz bilməlisiniz ki, burada pi sistemi davamlı olur. Pi sistemi sadəcə baxın, bu iki karbon atomu arasında var deyə pi sistemini sadəcə biz bu ikisinə aid eləmirik. Pi sistemi deyirik ki, 6 elektronlu davamlı pi sistemi yaranır və bu pi sistemi bütün molekul üzrə bərabər paylanır. Bu bərabər paylanır sözünə görə biz artıq bu 3 xəttlə ilə, yəni pi rabitə kimi göstərmirik, ortasında yumru göstəririk ki, yəni bu pi sistemi davamlıdır və bərabər paylanıbdır. Bunu bilsəniz yetərlidir. Deyirik ki, bütün karbon atomları sp hibridləşmə vəziyyətindədir. sp2 hibridləşmə vəziyyətindədir. Hər karbon atomunda çünki bir dənə 2 qat rabitə var, bir dənə pi rabitə var. Ona görə də bütün karbon atomları sp2 hibridləşmə vəziyyətindədir. Karbon-karbon arası məsafə 0,140 nanometrdir. Bütün hamısı sp2 hibridləşmə vəziyyətindədir. Onu da dedik. Daha sonra keçək benzol və benzolun homoloqları deyəndə hansı maddələr nəzərdə tutulur? Bizim dedik formulumuz benzol həlqəsidir. Maddəmiz benzoldur. Benzol həlqəsindəki hidrogen atomlarının doymuş karbohidrogen radikalları ilə əvəzlənməsindən onun homoloqları əmələ gəlir. Baxın, fikir verin. Doymuş radikalları ilə. Doymamış radikal ola bilməz. Yəni tərkibində pi rabitə olan radikal ola bilməz. Doymuş radikalları ilə əvəz olunmasından əmələ gələn karbohidrogenlərimiz deyirik ki, benzol sırası karbohidrogenlərdir. Necə yəni? Baxın, biz deyirik ki, burada CH-lar yerləşib, düzdür? Bu CH-ları, bax, CH. Hidrogeni çıxardıb, yəni hidrogeni əvəz edilməkdə bu karbon atomuna bir dənə CH3-ü birləşdiririk. Bu zaman artıq benzolun homoloqu yaranır. İkinci nümayəndəmiz əmələ gəlir. Tərkibində 7 dənə karbon atomu olur. C7 ümumi formulu. Vururam 2-yə 14, çıxıram 6-nı 8. Deməli 8 dənə də hidrogen atomu var. Adı da tuloldur. CH3-ün yerinə C2H5 də qoya bilərəm, izopropil də qoya bilərəm. Yəni istənilən birini qoya bilərəm. Fərqi yoxdur. Amma ümumi formuluna əsasən deyirik ki, C7H8-dir, bizim tulolumuzdur. Bu da oldu. Tulolun əvəzinə biz buna təbii ki, metil benzol da deyə bilərik. Aromatik karbohidrogenlərimizdən daha sonra dedik ki, C2H5-i birləşdirsəm bura olacaqdı etil benzol. Bir də var ki, C2H5 yox, CH3 radikalları ilə əvəz edək. Yəni tərkibində yenə 8 dənə karbon atomu olsun. Amma birləşdirəndə birini CH3-ü burada birləşdirək. Digərlərini də burada birləşdirək. Bu zaman nömrələmədə, baxın, bu birinci olacaq, bu ikinci olacaq. 3, 4, belə nömrəliyə gedirik. Əgər metil radikalları yan-yana yerləşibdirsə, bu zaman biz buna deyirik 1,2 dimetil benzol.
və yaxud da orta dimetil benzol 1-2-dirsə, radikallar yan-yanadırsa orta sözündən istifadə edirik və yaxud da orta ksilol deyirik. Yox, əgər CH3-ün biri bura yox, 3-cü karbon atomunun artıq birləşibsə, biri 1, biri 3-ə birləşibsə, bunun adı 1,3 dimetil benzol və yaxud da meta dimetil benzol və yaxud da metaksiloldur. 1,4-dürsə, yəni CH3-ü gətirib götürsən, birləşdirsən 4-ə, burada artıq olacaq 1,4 dimetil benzol və yaxud da paraksilol. Deməli, bu saydıqlarım bir-birinin izomeridir, amma quruluşları fərqlidir. Bizim aromatik karbohidrogenlərimizdə öyrənəcəyimiz elə benzol sırası karbohidrogenlərimiz benzoldur, tuloldur, etil benzoldur, yəni görəcəklərimiz. Metaksiloldur, orta, paraksiloldur, sonra izopropil benzoldur. İzopropil benzol o deməkdir ki, hidrogen atomu izopropil radikalı ilə əvəz olunubdur. Burdan izopropili yazacaq. İzopropil benzolun formulunu bilməliyik, çünki buna aid reaksiyalarımız da olacaq. Və yaxud da deyirik ki, başqa cür adlandırmasına da misallar deyək. Gözləyək. Misal üçün başqa cür adlandırmayan misallar deyək. Bir tərəfinə CH3 birləşdirim, bir tərəfinə birləşdirim C2H5. Adlandıraq. Adlandıranda nömrələnmə aparanda, baxın, bu cür adlandırmalaya bilərəm. 1, 2, 3, 4, 5, 6. Bunu biz diskvalkanlarda da demişdik. Burada artıq adlandıranda deyəcəm 1 metil, 3 etil benzol. Düzdür? Amma bir də var, bunun əksini adlandırsaydım. 1, 2, 3 yox. Adlandırsaydım 1, 2, 3, 4, 5. 1 metil, 5 etil benzol. Hansı doğruydu? Təbii ki, birinci dediyim doğruydu. Siz elə nömrələməlisiniz ki, o radikalların birləşdiyi karbon atomlarının sıra nömrəsinin cəmi ən kiçik olsun. Birincidə 1,3 demişdik. 1 ilə 3-ü toplayanda 4 eləyir, amma 1 ilə 5-i toplayanda neçə eləyir? 6 eləyir. Deməli, onda mən birinci cür nömrələməliydim. Buna da fikir verin. Əslində bu düşmür, amma ki, yenə də bilin ki, nömrələnməsi necədir. Daha sonra gəldik, nümayəndələrini dedik, bizə lazım olan nümayəndələrini dedik. Bizə indi gələk, əsas danışaq formuluna uyğun hesablamaların aparılmasından. CnH2n-6-dırsa, ümumi formulumuz. Burada bizdən soruşsalar polyar rabitələrin sayı, biz bilirik ki, polyar rabitələrin sayı hidrogenin sayı qədərdir, yəni 2n-6-dır. Bizdən soruşsalar qeyri-polyar sigma rabitə. Bax, qeyri-polyar sigma rabitə. Biz demişik ki, alifatik karbohidrogenlərimizdə, yəni açıq quruluşlu karbohidrogenlərimizdə sigma rabitə sayımız karbonun sayından bir vahid azdır. Amma diskilik birləşmələrimizdə isə karbonun sayına bərabərdir. Yəni, burada n qədər karbon varsa, elə n qədər də qeyri-polyar sigma rabitəmiz var. Ümumi sigma desə 2n-6 ilə n-i toplayırıq, 3n-6 olur. Bizə pi rabitəni desə 3 dənə pi rabitəsi var. 6 elektronlu pi sistemi də deyirik. Daha sonra bizə desək ki, burada qeyri-polyarı, polyarı hər birini dedik. P orbitalı sayı 3 dənə pi sistemi, 3 dənə pi rabitə varsa, deməli 6 dənə P orbitalımız var. Karbon atomlarının hibridləşmiş orbital sayı desə, bizim burada 6 dənə karbon atomumuz var. Benzol üçün desək, yəni. Hamısı da sp2-dir. sp2-də 3 dənədir axı. 3-ü vururam 6-ya olur 18 dənə. Amma belə ümumilikdə hibrid orbital sayı istəsə, siz bilirsiniz ki, onsuz da, bir saniyə, hibrid orbital sayı desə, deyirik ki, o düsturumuza əsasən. Karbonun sayını vurun 4-ə. İndi burada 3 dənə pi rabitə var deyə, hibrid orbitalının tapılmasında necə deyəcəyik? Karbonun sayı n-dir deyə 4-ü vurursunuz n-ə.
Sıxırsınız 2 pini, yəni 3 dənə pi rabitə var deyə 2 vur 3-ü, 6-nı. Formula olur 4n-6. Amma sizə sual versələr ki, sp2 hibrid orbital sayı. sp2 hibrid orbital sayı bunlarda sabitdir. Çünki yalnız benzol həlqəsindəki karbon atomları sp2 hibridləşmə vəziyyətindədir deyə 6-nı vurursunuz 3-ə olur 18 dənə sp2 hibrid orbitalı. Desələr bəs sp3 nə qədərdir? Sən bilməlisən ki, karbonun sayı n-dirsə, n dənənin 6 dənəsi sp2 halındadır. Davamı sp3-dür. Ona görə n-6-nı vurursan 4-ə. O da olur karbonun sayı n-dir deyə ondan çıxırsan o 6 dənə benzol həlqəsindəki karbon atomunu, geriyə qalır 4n n-6. N-6-nı da vurursan 4-ə, tapırsan sp3 hibrid orbital sayını. Və yaxud da qısaca onsuz da sizə çox böyük birləşmə vermir. Ya 8 verir, ya 9 verir karbonun sayı. Onda 9-dan çıxırsan 6-nı qaldı 3, 3-ü də vursan 4-ə 12. Yəni böyük bir şey alınmır sp3-də. Bunları da bilməlisiniz. Daha sonra bunları dedikdən sonra deyirik ki, nəsə deyirdin Rəqsanə? Səsin gəldi elə bir. Orada biz neçə n-dən alta çıxdıq ki, axı demirik bunlarda sp2 vəziyyətindədir. sp3 vəziyyətində. Bax, n sayda karbon atomu var. Bilmirəm nə qədərdir. N saydadır. Onun 6 dənəsi mütləq sp2 hibrid halındadır. Benzol həlqəsindəkilər. Nə qədər onda sp3 halındadır? N-6 deyilmi? Bəli, bəli. O da sp3 hibrid orbitalı deyir deyə vururam 4-ə, olur 4n-24. Aydın oldu? Bildim. Bütün hibrid orbital sayının düsturu da 4n-6-dır. Karbonun sayını vururam 4-ə, 3 dənə pi rabitə var deyə çıxıram 6-nı. Yəni pi rabitənin yaranmasına 6 dənə p orbitalı iştirak edibdir deyə onları çıxıram. Aydın oldu? Proton, neutron sayı, nisbi molekul kütləsinin hesablanması sadədir. Onları biləcəksiniz. Onlara daha girmirəm, giriş eləmirəm. Keçirik izomerlik hadisəsinə. Bayaqlarda dedim ki, sizə misal üçün orta ksilol ilə metaksilol, paraksilol bir-birinin vəziyyət izomeridir. Çünki radikalların yerinə görədir. Radikallar ya 1-2 istiqamətindədirsə ortadır, 1-3-dürsə metadır, 1-4-dürsə paradır. Bir də var bunlarda quruluş izomeri. Misal üçün quruluş izomeri başlayır propil benzol və izopropil benzoldan. Çünki propil benzolda mən bunu belə yazıram Rəfət. C3H7 yazıram. Düzünədir. Bir də var ki, izopropil benzol. Artıq izopropil benzolda radikal karbon atomuna birinci karbon atomundan yox, ikincidən birləşir deyə izopropil radikal əmələ gəlir. Təbii ki, biz bunu alkan dərsində də keçmişik. Onsuz da C3H7 ilə izopropil radikalının fərqini bilirik. Bunlarda quruluş izomeri əmələ gətirir. Quruluş izomeri izopropil benzol, yəni propil benzoldan başlayır. Sonra gəlirik optik izomerlik. Bunlarda cis və trans izomerlik yoxdur. Onsuz da yenə təkrar edirəm. Cis və trans izomerliyimiz var bizim alkenlərdə, diskul alkanlarda, alkadienlərdə. Benzol sırası karbohidrogenlərimizdə fazla izomerliyimiz yoxdur. Optik izomerliyimiz var. Optik izomerliyimiz odur ki, bir karbon atomuna müxtəlif 4 radikal birləşsin. Belə olduğu halda onlarda optik izomerlik əmələ gəlir. Bir saniyə. Sonra davamına keçirik. Vəziyyət izomerliyini hər birini dedik. İzomerlik hadisəmiz də bu qədər. Sonra burada nə qaldı? Heç bir şey. Keçirik, Sizə əgər desələr, benzol həlqəsini versələr və yaxud elə bu izopropil benzol üzərində işləyək. Desələr ki, burada sp2 karbon atomları, sp2 hibrid orbitallarının bir-birini örtməsindən nə qədər siqma rabitə əmələ gəlir? sp2 istəyirsə, siz bilməlisiniz ki, burada 6 dənədir. Çünki benzol həlqəsindəki karbon atomlarından söhbət eləyir. Benzol həlqəsindəki karbon atomlarının da hər biri sp2 hibrid halındadır. Deməli, aralarında 6 dənə siqma rabitə sp2-nin örtməsi hesabına yaradır. Sizə desə sp2s, deməli, sp2 karbon atomu hibrid halında olan karbon atomuna birləşən hidrogen atomunu istəyir. O da olur 5 dənə. Mən bunu deyirəm, uşaqlar nəyi qarışdırır?
Formulu yazmırlar. Deyirlər, hə, benzol həlqəsindəki karbon atomlarıdır da. Benzol həlqəsi də C6H6-dır. Amma fikirləşmirlər ki, burada hidrogen əvəz olunur axı. Burada hidrogen artıq qalmır. Geriyə qalan 5 dənəsində hidrogen var. Deməli 5 dənə imiş burada. Elə birbaşa götürüb altını yazırlar. Fikir vermək lazımdır. Benzol həlqəsinə hansısa birinə radikal əvəz olunubsa, radikal birləşibsə, deməli orada hidrogen atomu əvəz olunubdur. Yəni fikirləşmirsiniz ki, burada CH var. Burada artıq karbon var. Çünki radikalla əvəz olunubdur. Sonra sizə deyə bilər sp3, sp2, o bir dənədir. Karbon atomları arasındadır bu sp3-dür deyə. Bu da sp2-dir deyə. Desə sp3, sp3 deməli radikaldakı karbon atomlarına baxmalısınız. sp3s radikaldakı karbon atomları ilə hidrogen arasındakıdır. Bu tip suallar da verə bilər sizə. pp orbitalı desə deyirsən ki, pp arasında 3 dənədir. Bu da pi rabitədir. Daha sonra bunlar oldu bizim kimyəvi rabitəmizə aid məsələlərimiz, suallarımız. Çox düşür, bilməlisiniz. Sonra keçirik alınma üsullarına. Ümumiyyətlə aromatik karbohidrogenlərimizi biz neft məhsullarından alırıq. Daş kömürdən yəni alırıq, misal üçün. Skulloheksanın katalizator iştirakında, platin katalizatoru iştirakında dehidrogenləşməsindən alırıq. Biz bunu skullalkanlar dərsində də keçmişdik. Skulloheksanın platin katalizatoru iştirakında 300 dərəcədə dehidrogenləşməsindən skulloheksan deyib benzol yazıram, nə gözəl. Aha, skulloheksanın dehidrogenləşməsindən alırıq. Alınır nəticədə benzol və 3 mol hidrogen. Alkanlardan benzolu alanda 4 mol hidrogen çıxmalıdır. Yəni heksandan mən benzolu almaq istəyirəmsə, o zaman 4 mol hidrogen çıxır. Amma skulloheksandan benzol alıramsa, onda 3 mol hidrogen çıxır. Biz asetleni keçmişdik bundan əvvəl. Bilirik ki, asetlenimiz aktiv kömür iştirakında C2H2-miz trimerləşməsindən, yəni 3 molun öz-özü ilə reaksiyasından əmələ gəlir benzolumuz. Dimerləşməsindən əmələ gəlirdi vinil asetlenimiz, amma trimerləşməsindən əmələ gəlir bizim benzolumuz. Daha sonra deyirik ki, tulolun alınması metil skulloheksandan alınır. Metil skulloheksanın platin katalizatoru iştirakında dehidrogenləşməsindən tulol alınır. Metil skulloheksan nədir? Yəni skulloheksan həlqəsinə deyək, metili birləşdiribdir. Birinci yazdığım reaksiya kimi platin katalizatoru iştirakında 300 dərəcədə dehidrogenləşməsi nəticəsində tulol və 3 mol hidrogen olur. Skullalkanlardan benzol sırası karbohidrogenlərin alınması üçün 3 mol hidrogen çıxmalıdır. Daha sonra bunları dedik. Sonra alkanlarda belə bir reaksiyamız var idi. Yadınıza gəlirsə, CH3, COO natrium, üzərinə gəlirdim natrium OH, alırdım CH4 və natrium karbonat. Eyni reaksiyadır. Hətta bu 20 sınaqda var. Uşaqlar birinci dəfə görəndə heç kəs anlamamışdı ki, bu hansı reaksiyadır. Sonradan yada düşdü. Yazan kimi yadınıza işləyəcəksiniz, işləmirsinizsə biləcəksiniz. C6, bəli. CH3-ün yerinə C6H5 qoyuruq. O zaman formula olur C6H5OO, karbon OO natrium, üzərinə də natrium OH gəlirik və reaksiya nəticəsində alınır benzol, yəni C6H6 və natrium karbonat. 20 sınağımızda var bu sual. Keçən illəri birinci dəfədə ora salındı. Ondan əlavə başqa yerdə yoxdur. Bir də səhv eləmirəmsə, hansısa situasiya kitabında, testində var idi. Sonra deyirik ki, baxın bu indi yazacağım reaksiyamız miqə düşmüş reaksiyadır hətta. Gözdən qaçırdı ki, uşaqların çoxsu bunu, müəllimlərin belə çoxsu yaza bilməmişdi o vaxtı, yadımdadır. C2H5OH üzərinə biz gəlirik. Yəni bu fenoldur. İndi fenol dərsini keçəndə biləcəksiniz. Fenolun üzərinə sinki gəlib temperaturda reaksiyadan alırıq benzolumuzu, yəni C6H6 və sink oksidi. Daha sonra
Bu axırıncı yazdığım son 2 reaksiyamız laboratoriyada alınma reaksiyasıdır. Belə sənayedə bundan istifadə eləmirlər. Sonra gəlirik, bu oldu bizim alınması reaksiyalarımız. Sonra gəlirik fiziki xassələrimizə. Benzolumuz rəngsiz, suda həll olmayan, özünə məxsus iyili mayedir. Aşağı temperaturda artıq kristallaşır, yəni bərk hala keçir. Tulu olunan etil benzol da özlərinə xas iyili mayelərdir. Digər karbohidrogenlərimizdə olduğu kimi aromatik karbohidrogenlərimizdə də nisbi molekul kütləsi artdıqca qaynama temperaturu artır, karbonun kütlə payı azalır, hidrogenin kütlə payı isə artır. Rəqsanə nə yazırsan? Görüm nə yazıblar ki bunlar? SN-H2 yazmamışam. S2H6. S6H6 yazmışam. Yazdım da setlinin trimerləşməsini burada. Rəqsanə əvvəldə yazmışam. 3 mol S2H2-dən alırıq benzolu. Dimerləşməsindən dedim ki, vinil asetilən alırıq. Trimerləşməsindən isə benzolu alırıq. Daha sonra burada dedik ki, karbonun kütlə payı azalır, amma hidrogenin kütlə payı artır. Bunları da bildikdən sonra gəlirik nəyə? Deyirik ki, eyni sayda karbon atomu olan karbohidrogenlərin ərimə və qaynama temperaturlarını müqayisə eləsək, arenlərin ərimə və qaynama temperaturları daha yüksəkdir. Daha sonra alkin, sonra alken, sonra alkan. Yəni ərimə və qaynama temperaturları bizim keçdiyimiz karbohidrogenlər arasında ən yüksək olan, təbii ki, karbonun sayı eynidirsə. Yəni benzolu deyək, S6H6, S6 alkinlərdə artıq olacaq S6H10, alkenlərdə S6H12, alkanlarda S6H14. Bu istiqamətdə ən böyük benzoldadır. Daha sonra bunları dedik. Gəlirik kimyəvi xassələrə. Deyirik aromatik karbohidrogenlərimiz üçün yanma, əvəz etmə, birləşmə, oksidləşmə reaksiyaları xarakterikdir. İlk öncə başlayırıq yanma reaksiyaları. Yanma reaksiyası digər karbohidrogenlərimizdə olduğu kimi bizim benzolumuzda da və onun homoloqlarında da yanmasından karbon qazı və su alınır. Yazaq CnH2n-6 üzərinə gəlsəm oksigen qazını, buradan alması da karbon qazı və su. Gəlin reaksiyanı əmsallaşdıraq. Karbonun sayı n-dir deyə burada n düşür. Hidrogenin sayı 2n-6-dırsa suyun qabağına n-3 düşür. Oksigenin qabağına da qalasıdır 3n-3 bölünsün 2. İndi gəlin bunu bir misal şəklində yazaq. S6H6 kimi yazaq benzolu. Üzərinə gəlirəm oksigeni. Buradan alınır karbon qazı və su. Təbii ki, hidrogenin sayı 6 4-ə bölünmür deyə birbaşa bura 2-ni atıram. Onda karbonun qabağına 12 atacam. Hidrogenin qabağına, suyun qabağına 6 atıram. Oksigenda da olacaq 24, 6, 15. Və reaksiya əmsallaşır. Düsturu yadda saxlamasanız belə, reaksiyanı yazıb əmsallaşdırıb bilirsiniz. Əzbər yadda saxlamaq lazım deyil. Bəzi uşaqlar əzbərləyir. Arenlərdə 3n-3 bölü 2-dir. Alkanlarda 3n+1/2-dir. Bunları əzbərləməyə ehtiyac yoxdur. Sadəcə başa düşüb əmsallaşdırmağı bacarmaq lazımdır. Sonra gəlirik əvəz etmə reaksiyalarımıza. Deyirik ki, benzolumuz 3 cür əvəz etməyə girir. Daha doğrusu 2 cür əvəz etməyə girir. Xlor ilə bir dəmir xlorisi iştirakında, bir də alüminium xlorisi iştirakında. Havada artıq birləşmədə onun birləşmə reaksiyalarını da deyəcəm. Benzolumuz xlor ilə dəmir xlorisi iştirakında əvəz etməyə girəndə yalnız bir hidrogen atomu əvəz olunur. Nə olur? Bir hidrogen atomu əvəz olunur. Bunu heç belə şəkildə yazmayacağam. Ehtiyac yoxdur. Ümumi forma şəklində yazacağam. S6H6.
Xlorumuz ilə deyirik ki, dəmir xloru, brom da ola bilər təbii ki, burada. Dəmir xloru 3 iştirakındadırsa, dəmir xloru 3 iştirakında hidrogenin yalnız biri əvəz olunur. Buradan alınır C6, H5, xlor və H xlor. Amma alüminium xloru 3 iştirakındadırsa, artıq hidrogen atomlarının hamısı əvəz olunur. Əsas reaksiyalar bunlardır ha. Bunları əzbərə bilmək lazımdır. Alüminium xlor 3 iştirakında deyirik ki, hamısı əvəz olunur. Dəmir xlor 3 iştirakında isə yalnız biri əvəz olunur. Əzbərə bilmək. Daha sonra benzolumuz deyirik ki, nitrat turşusu ilə əvəz etmə reaksiyasına girir. C6H6-mız nitrat turşusu. Yəni nitrat turşusunu mən bu formaya yazacağam, çaşmayın, amma bu təbii ki, nitrat turşusudur. Çünki nitrat turşusunu tərkibində HNO3 deyilmi? Həmin o hidrogen atomu oksigen atomuna birləşir deyə belə yazıram. Nitrat turşusunun ümumi formulunu göstərəndə belə göstərir axı. Bu zaman deyirik ki, bu OH gəlir hidrogenin birini götürür, su verir və reaksiya nəticəsində alınır C6H5NO2 və su. Yəni nitrat turşusu ilə benzolu hidrogenin bir əvəz olunur, 1 mol ilə 1 mol reaksiya edir. Amma benzolun homoloqlarında, misal üçün tololda deyirik ki, əvəz etmə tololda 1 mol ilə 3 mol nitrat turşusu reaksiyaya girir və 2, 4, 6 istiqamətində əvəz etmə alınır. Yəni necə? Əzbərə bilməliyik bu reaksiyanı. Çox düşən reaksiyadır. Bunu artıq ümumi şəkildə yazacağam. Tololumuzdur. Tololumuzun üzərinə 3 mol nitrat turşusu gələndə reaksiyadan artıq alınır 2, 4, 6 trinitro-tolol. Və yaxud da 1 metil 2, 4, 6 nitrobenzol da deyə bilərik. Buraya birləşir NO2, bura NO2, burada NO2 və nəticədə 2, 4, 6 trinitrotolol alınır ki, bu tolola aid bir xəssədir. 2, 4, 6 trinitrotololumuza trotil də deyirik. Partlayıcı maddə kimi istifadə olunur. Daha sonra həmçinin burada nitrat turşusunun əvəzinə brom da olsaydı yenə eyni cür olacaqdı. 2, 4, 6 tribrom benzol alınacaqdır. 1 metil 2, 4, 6 tribrom benzol alınacaqdır və yaxud 2, 4, 6 tribrom flor alınacaqdır. Gəldik birləşmə reaksiyalarına. Dedik ki, bizim benzolumuz flor ilə 3 cür reaksiyaya girir. Birincisi, dəmir xlor 3 iştirakında əvəz etmə reaksiyasıdır ki, yalnız hidrogenin biri əvəz olunur. Alüminium xlor 3 iştirakında bütün hidrogen atomları əvəz olunur. Amma havada, yəni işıqda xlor ilə birləşmə reaksiyasına daxil olur. 3 mol xloru özünə birləşdirərək C6H6 xlor 6 əmələ gətirir. Bunun da adı olur heksaxlor sikloheksan. Bunu da ümumi şəkildə yazacağam. C6H6-nın üzərinə gəlirəm 3 mol xlor 2-ni. İşıqda gedir. Bu zaman alınır C6H6 xlor 6 birləşmə reaksiyasıdır. Benzolumuz 3 mol hidrogen ilə birləşir, tiskloheksan verir və yaxud da tololumuz 3 mol hidrogen ilə birləşir, metil tiskloheksan verir. Sonra dedik ki, havada, işıqda, yəni benzol ilə xlor birləşmə reaksiyasına daxil. Hidrogenləşmə reaksiyasında dedik ki, hidrogenləşib atomları verirlər. Daha sonra gəlirik benzolumuzun eten ilə reaksiyasına. Benzolumun eten ilə reaksiyasından əmələ gəlir etil benzol. Buradan reaksiyadan alınır etil benzol.
Və yaxud da benzolumu deyirəm ki, propen ilə reaksiyasından əmələ gəlir izopropil benzol və yaxud da kumol. Reaksiyasından bayaq yazdığımız izopropil benzol və yaxud da adı da kumol deyirik. Bunları da dedik ki, birləşmə reaksiyalarımıza aiddir. Sonra keçirik oksidləşmə reaksiyalarına. Oksidləşmə reaksiyalarından siz bilməlisiniz ki, benzol oksidləşməyə qarşı davamlıdır. Ümumiyyətlə, benzolun heç bir homoloqu, baxın diqqətlə qulaq asın, nə özü, nə homoloqları bromlu suyu rəngsizləşdirmir. Baxın, bir də deyirəm. Benzolun homoloqları nə özü, nə də ki, homoloqları bromlu suyu rəngsizləşdirmir. Benzol özü amma oksidləşməyə qarşı davamlıdır, yəni kalium permanganatı rəngsizləşdirmir. Amma homoloqları kalium permanganatı rəngsizləşdirir. Bromlu suyu heç biri rəngsizləşdirmir. Özü kalium permanganatı rəngsizləşdirmir. Amma homoloqları isə rəngsizləşdirir. Gəlin indi homoloqlarının kalium permanganatı, yəni oksidləşməsi reaksiyasına baxaq. Misal üçün, tuloldan baxaq. Və yaxud da propil benzoldan baxaq. Deyirik ki, tulolun oksidləşməsindən kalium permanganat alınır benzoy turşusu. Və yaxud da deyirəm ki, 1,4, yəni paraksiloldan oksidləşməsindən CH3 burada, biri də aşağıda. Oksidləşməsindən nə alınacaq? Tereftal turşusu alınacaq. CH3-ün hər iki tərəfindən COOH birləşəcək. Deməli, hər iki tərəfdən olur deyə olur benzoy turşusunun tereftal turşusu. Bir də var ki, misal üçün propil benzoldan alırıq. Baxın, diqqətlə baxın, zəhmət olmasa. Biraz qələm pis yazır, üzrlü sayın. Onu da sovetkada qoyanda qələm üstünə qoymayanda belə olur. Benzolun da propil benzolun oksidləşməsindən isə siz bilməlisiniz. Baxın, bu CH2 elə bilin ki, əmələ gətirir COOH-ı və nəticədə alınır benzoy turşusu. O heç. Benzoy turşusunu yazdım. Amma bunun davamındakı karbon atomları da birləşib bir əsaslı karbon turşusu verir. 2 dənə karbon atomu olan bir əsaslı karbon turşum da sirkə turşusudur deyə bir dənə də sirkə turşusu verir. 3 dənə karbon atomu olsaydı əlavə olaraq da bu benzoy turşusunu əmələ gətirəndən başqa alınacaqdı C2H5COOH benzoy turşusu və C2H5COOH. 4 dənə olsaydı artıq karbonun sayı 3 olan bir əsaslı karbon turşusu alınacaq. Amma bir də izah eləyirəm. Benzol kalium permanganat məhdudunu rəngsizləşdirmir. Tulolumuz rəngsizləşdirir, benzoy turşusunu verir. Paraksilolumuz rəngsizləşdirir, verir tereftal turşusunu. Hər iki tərəfdən COOH əmələ gətirir. Amma bir də var ki, propil benzolun rəngsizləşdirməsi və yaxud da başqa cür də ola bilər. Bizə lazımdır propil benzol, çox düşəni budur. Baxın, bu birinci karbon atomu yoxdur. O bizə benzoy turşusunu verir, yəni COOH-ı verir. Təməssüf, ondan əlavə 2 dənə karbon atomu var, ha. O 2 dənə karbon atomu da oksidləşib elə bil sənə verir bir əsaslı karbon turşusunu, yəni CH3COOH-ı. Əlavə olaraq 3 dənə karbon atomum olsaydı, bu zaman verəcəkdi C2H5COOH-ı. Aydın oldu? Nə? Dəqiq, hər kəs aydın oldu, necədir? Bəli. Afərin. Yaxşı, sonra gəlirik bunları dedikdən sonra. Tak, nə qaldı? Alkilləşmə reaksiyaları qaldı. Alkilləşmə reaksiyalarımız nədir? Alkilləşmə reaksiyalarımız, misal üçün, C6H5 flor ilə
CH3 florun natrium ilə reaksiyasıdır. Yəni qısaca 2 karbohidrogenin vürs reaksiyasının bir növüdür. Sadəcə burada artıq benzol həlqəsindən istifadə eləmişəm deyə deməli benzolun homoloqu da alınacaq. Natrium ilə reaksiyasından necə eləyirdik vürs reaksiyasında? Elə də eyni ilə. C6H5 ilə C6H5-i birləşdirirsiniz. C6H5 ilə CH3-ü birləşdirirsiniz. Bizim əsas məhsulumuz da onsuz budur, yəni metil benzoldur. Siz CH3 ilə CH3-ü birləşdirirsiniz. Qısaca vürs reaksiyasıdır və natrium floru alınır. Sadəcə burada biz artıq alkanların monohallogenini törəməsi yox, benzolun monohallogenini törəməsi ilə hansısa bir alkanın monohallogenini törəməsini götürürük. Bunlar da getdi. İndi bayaqları bir şey dedik, onu da deyim. Onu bayaqdan fikirləşirəm ki, axırda deyim, qaldı. Biz dedik ki, benzol nitrat turşusu ilə reaksiyaya girəndə eləcə bir dənə hidrogen atomu əvəz olunur. Amma tulol olduqda artıq 2, 4, 6 olur. Baxın, biz ona deyirik ki, birinci növ əvəz edicilər və yaxud da ikinci növ əvəz edicilər. Bizdə CH3 radikalı, benzol həlqəsinə birləşən CH3 radikalı birinci növ əvəz edicidir deyə ona görə 2, 4, 6 birləşir. CH3-ün əvəzinə flor, flor, brom, baxın diqqətlə baxın, OH və yaxud da NH2 olsaydı və yaxud da CH3 yox, C2H5 olsaydı, yəni alkil radikalı olsaydı, karbohidrogen radikalı olanda əvəz etmə 2, 4, 6 istiqamətində gedir. Yox, əgər NO2, CO3H və yaxud da COOH və yaxud da CHO, yəni aldehid qrupu olsaydı, bu zaman 1, 3, daha doğrusu 3, 5 halında olacaqdı. Yəni, misal üçün, benzoy turşusu deyirik bayaqdan, düzdür? Benzoy turşusunda əvəz etmə 3 və 5 istiqamətində. Amma tulolda 2, 4, 6 gedir. Bu əvəz edicilərdən asılıdır. Flor, flor, brom, OH-da birinci növ əvəz edicidirlər, 2, 4, 6 istiqamətindədir. NO2-də, CHO-da, COOH-da deyirik ki, 3, 5 istiqamətindədir. Düzdür, bu çox düşən bir şey deyil, amma bilməyiniz lazımdır. Landa yoxdur bu. Nə? Bu harda yazılır ki? Landa yoxdur. Hardan oxuyum? Mən atdığımdan oxuyarsan orada olacaq. Tamam. Yaxşı. Sonra gəldik benzolun homoloqu olmayan, baxın belə də deyirəm, homoloqu olmayan stirola, yəni vinil benzola. Bizim stirolumuz benzolun homoloqu deyil, amma aromatik birləşmədir. Formulu CnH2n-6-ya uyğun deyil. Çünki formulu CnH8-dir. Benzolumuzdan fərqli olaraq stirolumuz bromlu suyu rəngsizləşdirir, kalium permanganat məhlulunu rəngsizləşdirir. Amma benzolun özü və homoloqları bromlu suyu rəngsizləşdirmirdi. Desək ki, stirolu necə alırıq? Bayaqları sizə reaksiya göstərmişdim ki, benzolun üzərinə gəlirik propieteni, alınır orada etil benzol. Etil benzolun da dehidrogenləşməsindən, 1 mol hidrogenin çıxmasından əmələ gəlir stirol. Stirolun formulu vinil benzoldur, yəni bu cürdür. Bromlu suyu rəngsizləşdirir, kalium permanganat ilə reaksiyaya girir. Bromlu suyu rəngsizləşdirməsi, yəni birləşmə reaksiyasına daxil olması, bromun biri gəlir radikalın CH2-yə birləşir, biri də CH-ə birləşir. Yəni, bromlu suyu rəngsizləşdirməsi benzol həlqəsindəki pirabitiyə görə yox, vinil radikalındakı pirabitiyə görə gedir. Deyirik ki, stirolumuz benzolumuzdan və onun homoloqlarından fərqli olaraq həm də ki, polimerləşir. Benzolun polimerləşməsi yoxdur, stirol polimerləşir, polistirol verir. Stirolumuz həm də butadiyen 1,3 kauçuk ilə polimerləşir, butadiyen 1,3 ilə polimerləşir və butadiyen stirol kauçuk əmələ gəlir. Bu da onun əsas xassələrindən biridir. Deyirik ki, stirolun benzoldan fərqli xassələri. Birincisi, formulu CnH2n-6-ya uyğun deyil. Amma aromatik birləşmədir.
Bromlu suyu rəngsizləşdirir, kalium permanqanatı rəngsizləşdirir, polimerləşir. Bu onun əsas xassələrindən biridir. Aydın oldu? Bunları bilirik və bitdi. Əsas bizə bunlar lazımdır. Ümumi formulda C8H8-dir. Daha sonra mən ən axırda nəyi demək istəyirəm? Bizim artıq bu günləri karbohidrogen